Bugün Azərbaycan xalqı işğaldan azad edilən torpaqlarımıza qaydanda qəlbində bir fəxr, vətənpərvərlik hissi duyur. Bu duyğunu bizə yaşadan qəhrəman oğullarımız hər zaman uca tutulur və böyük ehtiramla yad edilir. Bizə qələbə sevincini yaşadan qəhrəman hərbiçilərimizdən biri də baş gizir Məmmədov Azər Mustafaoğludur. O 4 mart 1993-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1999-cu il Akif Bəbirov adına Qazax rayon Xanbağı kənd tam orta məktəbində təhsilə başlayan Azər Məmmədov 2010-cu ildə həmin məktəbi müvəffəqiyyətlə başa vurmuşdur. Azər Məmmədov hərbi xidmətini Daxili İşlər Nazirliyinin daxili qoşunlarının sıralarında keçib. Hərbi xidməti bitirdikdən sonra mülki işlərdə çalışan Azər Məmmədov daha sonra ordu sıralarına qayıdır. Vətən sərhəddən başlayır devizini əldə rəhbər tutaraq 2019-cu ilin oktyabr ayından Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətə başlayır. O, Dövlət Sərhəd Xidmətində snayper bölməsi qruplarında yüksək bacarıq nümayiş etdirir. 2020-ci ilin 27 sentyabrında düşmən təxribatı nəticəsində başlayan əks-hücum əməliyyatlarında snayper olaraq Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Döyüşlərdə göstərdiyi şücaətə görə Azər Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 25-12-2020-ci il tarixli sərəncamına əsasən Zəngilanın azad olunmasına görə medalı ilə təltif edildi. Müharibə bitdikdən sonra Azər Məmmədov əvvəlcə gizir, sonra isə baş gizir rütbələrinə layiq görülmüşdü. O, Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Çevik Hərəkət Dəstəsinin en sayılı hərbi hissəsində xidmətini davam etdirirdi. 2022-ci il sentyabrın 12-si gecə və 13-cü səhər saatlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində geniş miqyaslı təxribat törədilmişdir. Döyüşlərdə sərhəd qoşunlarının hərbiçisi kimi iştirak edən Azər Məmmədov Zəngilan rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olur. Azər Məmmədov 14 sentyabr tarixində doğulduğu Qazax rayonunun Kəmərli kəndində böyük izdihamla dəfn edilir. O, şəhid olduqdan sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Azərbaycan bayrağı ordeni və Vətən uğrunda medalı ilə təltif edilib.